Deputat Göydəniz Qəhrəmanlı nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib. Azərbaycan 24.org xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat bildirib ki, narkotik vasitələrin qəbulu yalnız insan sağlamlığına ciddi zərər vurmaqla kifayətlənmir. Eyni zamanda cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir. Onun sözlərinə görə Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır və bu sahədə göstəricilər bir çox ölkələrlə müqayisədə daha aşağıdır. Bu isə dövlətin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilir. Göydəniz Qəhrəmanlı qeyd edib ki, müzakirə olunan qanun layihəsi işə qəbul olunan şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Deputat əlavə edib ki, təklif edir ki, nikah bağlanarkən təqdim olunan tibbi arayışa narkoloji tibb müəssisəsi tərəfindən verilmiş arayış da əlavə edilsin. Onun fikrincə, bəzi hallarda şəxsdə narkoloji asıllıq nikahdan sonra üzə çıxır və bu da ailələrin dağılmasına səbəb olur.